Hər kəsə salam. Bugün sizlərlə bərabər bir neçə dənə sualın necə variantla çox daha sürətli həll olunmasına baxacağıq. Gəlin başlayaq. Mən buradan başlamaq istəyirəm 6-cı sualdan. Necə yanaşmalıyam variantlarla işləyirəmsə diqqətlə qulaq asaq. İlk öncə mən fikir verməliyəm ki, məxrəc sıfıra bərabər olmamalıdır. Bunu artıq hər kəs bilir. Məxrəc sıfır olmamalıdır. Məxrəcin sıfır olmaması üçün o kvadrat tənlikdir. İstəyirsiniz buradan kvadrat tənliyi də həll edə bilərsiniz ki, bu bərabər olmasın sıfıra. Onu da həll etmək üçün birinci bərabərdir 0 götürürəm. Viyyətə ya diskriminanta görə tapıram ki, yerinə 3 ilə 4 qoyanda 0 eləyir. Mən də oranı 0-dan fərqli eləmək istəyirəm. Ona görə deyirəm ki, 3-dən 4-dən fərqlidir. Yəni 3-ü 4-ü almır. 3-ü 4-ü alır deyənləri çıxıram. 3-ü 4-ü alır deyənləri çıxdım. Yerində qaldı C ilə Y. Və daha sonra nəyə baxıram? Məsələn, buradan deyir ki, 5-i alır. Burada deyir 5-i almır da, 4-dən böyüyü almır. 5-i yerinə qoyaram, görürəm ki, ödəyir. Cavab götürərəm C. Amma deyək ki, mən buradan belə viyyətlə kökləri tapa bilmirəm. Onda nə edirik? Gəlin bunu sileyim. Bir yerinə rəqəm qoyuram. Belə düşünək. Məxrəcdə əgər bir ifadə varsa, çoxhədli varsa, bir tənlik varsa, artıq nə deyirsiniz deyin. Orada mütləq şəkildə sıfır yaranma hadisəsi baş verəcək. Niyə? Çünki çıxma var. Və mən burada tək dərəcədən qüvvət görürəm. Ona əsaslanaraq sıfır yaranma ehtimalının varlığından danışıram və deyirəm ki, A variantı konkret olaraq cavab ola bilməz. Daha sonra nə edirəm? Burada görürəm 4-ü alır, 4-ü alır, amma burada 4-ü almır. İkisində 4-ü alır, ikisində 4-ü almır. Aparıram 4-ü yerinə yazıram. Burada 4-ü yerinə yazdım 0, yəni 4-ün kvadratı 16, 16-dan 16 çıxdım 0 ola bilər. Burada 4-ü yerinə yazıram, 4-ün kvadratı 16 çıxılsın. 7 vur 4, 28, üstə gəl 12. Bu eləyəcək -12, üstə də 12 gəldim 0. Məxrəcdə 0 yarana bilməz. Məxrəcdə 0 yarana bilməz, ona görə 4-ü alır deyənləri çıxdım. İndi gəlirəm buradan bir dənə müsbət 5 aparıram, yerinə yazıram. Baxaq görək, ödəyirmi? Ödəsə əgər cavabım C-dir, ödəməsə Y-dir. Müsbət 5-i indi yerinə qoyuram. 25 çıxılsın 16, mənə verdi nə? 9. Burada 9 ola bilər. İndi məxrəcə baxıram. Deməli 25 çıxılsın 35, üstə gəlinsin 12. 25-dən 35 çıxdı, mənə verdi -10, üstə 12 gəldi, mənə verdi 2. Və 9-u 2-yə böləndə fərqi yoxdur, yəni moduldan çıxdığı üçün həmişə müsbət alınacaq, yəni -3-dən böyükdür. Deməli müsbət 5 yerinə qoydum, alındı. Olacaq C variantı, yəni Y-də getdi. İndi gəlin 7-ci sualda bir daha baxaq, daha yaxşı məncə burada artıq başa düşəcəyik. Deməli, mən burada x-in yerinə 3 yazsam, məxrəc 0 olacaq. Deməli, x-in yerinə 3 yaza bilmərəm. 3 yaza bilmərəm, burada 3 var, çıxmalıyam onu. Başqa hardasa 3 görürəmmi? Ödəyir? Yox, yoxdur. Sonra, böyükdür 0, bərabərdir 0. İndi bərabərdir 0 hadisəsinə baxıram. Bərabərdir 0 olması üçün burada gərək 4 olsun. 4-dən 4 çıxdım. 0, 0-da nəyə vurursunuzsa 0 verəcək. Yəni 4-ü alır. Burada mən 4 görmürəm. A variantında 4 yoxdur. Qalan hamısında 4 var. Sonra bura 6 yaza bilərəm. Düzdür, 6 yazsam mənə 0 verəcək. 6-nı almır. Görürsünüz, dairə mötərizə almır deməkdir. Bunda çıxdım. Daha sonra bir də -7 verə bilərəm. Düzdür, -7 yazsam 0, -7 yoxdur. Ona görə cavab oldu D variantı. Yaxşı, gəldik belə bir sualımıza. 8-ci sual. Burada da yenə variantlarla gedirəm. Kök altında ifadə bilirik ki, kök altında mənfi olmaz. Ona görə mən məsələn -1-i götürəcəm, yerinə yazacağam. -1 burada da var. Bunda da var, bunda da var, bunda da var. Bir dənə burada -1 yoxdur D variantında. İndi görək -1 ödəyir mənim misalımda. -1-i yerinə qoysam, burada birincidə olacaq -9, çıx 9, -18. Yəni kökün altına mən -18 yazmalı olacam. Axı cüt dərəcədən kökün altına mənfi yazmaq olmaz. Ona görə -1 olan variantları çıxıram. -1 olan variantları da çıxanda qaldı geridə D variantı. Gələk bu sualımıza, deməli. Burada da mən nəyə baxacam? Modul kiçikdir, ola bilməz 0-dan. Kiçikdini atıram, qalır bərabərdir 0. Bunu da bərabərdir 0 eləyən, yəni deyirəm 4x kvadratı çıxılsın 16 bərabərdir 0. Buradan 4x kvadratı bərabərdir 16. X kvadratı bərabərdir 4. X də bərabərdir müsbət -2. Yəni burada mənim cavabım 1, müsbət 2-dir, bir də -2-dir. Aralıq yoxdur. Konkret olaraq cavab bunların özüdür. Onu da mənə Y variantı verir. Aralıq olmayan variant Y variantıdır. O çoxluq işarəsidir. Yəni içində yalnız -2 və müsbət 2 var. Deməli uşaqlar, baxdıq suallarımıza. Əgər ehtiyac varsa yenidən
izah eləyərəm sizin üçün. Deməli, baxın, bu şəkildə variantlarla işləyəndə mən bir suala maksimum 40 saniyə vaxt sərf edirəm. İndi mən burada sizə izah eləyirəm, danışıram falan. Bir sual gəlir 1 dəqiqə 30 saniyəyə. Amma ki, siz bunu özünüz tək başına variantlarla işləyərək yazsanız, inanın ki, yəni maksimum 40 saniyə vaxtınız gedəcək. İmtahanda da vaxt önəmlidir. Ona görə bu tip yollardan istifadə edə bilərsiniz rahatlıqla. Heç kəs sizdən gəlib həllini soruşmayacaq. Görüşərik.